Aşkar! Ay cemaat, benim bu kişi Haris İbn Harun cemaatın din ve malına xəyanət eləyib. O oğlanları ve köməkçileriyle illərlə müxtəlif şəhərlərdə fitnə fəsad törədib, bir çox müsəlmanların qanını töküblər. O yerəcən ki, Allah dininin əsl xadimlərinə arxadan zərbə indiriblər. Zulüm və xəyanətləri o yerə çatıb ki, neçə dəfə Əmir əl-Möminini qətlə yetirmək istəyiblər. Dönən gecə qəfil hücum nəticəsində sevimli sərdarımız və müsəlmanların xidmətçisi Büsür İbn Ərtadı yaralayıblar ki, indi sağalmasına hamımız ümid edirik və bu hadisə Əmir əl-Mömininin qəlbini çox narahat eləyib. İslam'a xidmət eləyən bu böyük... Mən oğlanlarıma nə cavab verəcəm? Sən buradasan, hə? Niyə şəhərdən çıxmamısan? Sənə demədim? Bacarmazdım. Neyniyim Haris? Qılıq çəkib vuruşum? Ağılsız sözlər danışma oğlum. Sən mütləq sağ qalıb Əba Məhəmmədin xidmətində olmalısan. Bacardığın qədər tez şəhərdən çıx və özünü Əba Məhəmmədə yetir və mənim dilimdən de ki... O və oğlanları həmin xəyanətkar şəxslərdir ki, Əmirin narahatçılığına bais olublar. Əmirin dünənki sözləri də birbaşa onlara aid idi. İndi o ölümə məhkumdur və sizin huzurunuzda, gözünüzün qabağında öz alçaq əməlinin cəzasına çatacaq. Yeri gəlmişkən bu müqəddəs yerdən hamiyə çatdırıram ki, onun 3 oğlu Əhməd, Salih və Məhəmməd təqsirli bilinmiş və hər birini tutan şəxs üçün 5000 qızıl sikkə mükafat nəzərdə tutulmuşdur. Sən indi Əliyə çatdın ki, mən son nəfəsimə qədər onun və atası Əli Mütəzanın haqq olmasında bir anda olsa şübhə eləmədim. Qulaq asın cemaat, Əmir əl-Mömininin sizə sözü var. Bismillahirrahmanirrahim. Müsəlmanların bədbəxtliyi o gündən başladı ki, Muaviyyə də dedi Bismillahirrahmanirrahim. Mən bugün istəyirəm dünənki sözlərimi daha aydın, biraz da aşkar, belə ki, hamınızın başa düşəcəyi tərzdə və aşkar sübutlarla təkrar eləyəm. Yəqin bilirsən. Nə olub? Əmir, elə indi mənə o cəsəd barədə bir xəbər verdilər ki, məni yaman narahat eləyib. Hansı cəsəd? O cəsəd ki, əvvəl elə bilirdik Harisin adamlarındandır. Öldürülən bizim öz gözətçilərimizdən biriymiş. Hardan bildin? Gözətçilərin başçısı onu tanıyıb Əmir. Axşam üz gözü qana bulaşdığından və qaranlıq olduğundan onu tanımaq mümkün olmuyor. Amma bugün cəsədi bastırmaq istəyəndə
Məsələ ondadır ki, əmir, o gözətçinin paltarları da yoxa çıxır. Bəlkə də o alçaq özünü onun şəklinə salıb və əmirin ətrafında gözətçi kimi dayanıb. Əlbəttə, bu zəif ehtimaldır, amma... Zəif ehtimal deyil. Əmiri qoruyun, onun ardınca gedin. Mühafizəçilər əmiri qorusun. Qoruyun əmiri. Mühafizəçilər əmiri qoruyun. Əmir əl-Möminin söhbətini başqa vaxta saxladı. Mərasim qurtardı. Dağılışın. Çıxın gedin evinizə. Bu gözətçilərin hamısı yoxlanılmışdır. Gəlin. Geç. Tez olun. Üzü qara əmir. Müğeyrə, bilmirəm sənin əlindən neyniyim. Mənə deyən lazımdır ki, gör Küfə hökumətini kimə tapşırmısan. Sən heç mənim canımı qoruya bilmirsən, o ki qalab buranı idarə eləyə biləsən. Axır nə oldu? Tapdınız onu? Hələ yox. Sərkərdələr gözətçilərin hər birini bir-bir yoxlayırlar. Əgər aralarında olsa şübhəsiz ki, tapacaqlar. Əlbəttə, əgər indiyədək qaçmayıbsa. Vallahi indiyədək sağ qalıb, həlak olmamışıqsa, yalnız Allahın mərhəməti dadımıza çatıb. Yoxsa sizin kimi müşavirlərin, hakimlərin, sərkərdələrin ümidinə qalsaq, gündə 1000 dəfə ölüb dirilməliyik. Ey kaş, bu Büsr ibn Ərtadın cəsarətindən bir zərrəsi səndə olaydı. Elə bugün Bəsriyə yola düşürük. Necədir halı? Yaxşıdır. Güman eləyirəm ki, təhlükə artıq sovuşub. Özünə gəlməyib. Hələ yox. Qızdırması düşüb. Yarası da sağalmaq üzrədir. Ümidvaram tezliklə özünə gəlib aylar. Mənim səsimi eşidə bilər? İnanmıram. Özür. Mən bugün bu şəhərdən çıxıb Bəsrə tərəfə yola düşürəm. Məcburam səni tək qoyam. Sağalan kimi mənə qoşularsan.
Başa düşürsən. Mənim səsimi eşidirsən. Əmir. Düşmənin paltarını niyə geyinmisən? Bu paltarın köməyi ilə qaçdım. Elə bildin Muaviyyənin əskərlərindənsən. Az qalmışdı öldürəm səni. Kaş elə öldürəydin. Bəs niyə təksən? Bəs Haris hardadır? Səndən söz soruşuram. Niyə cavab vermirsən? De görüm Haris anı. Yoxsa onu tutublar, ha? Ha? Ha. Onu tuttular. Sən yaxşı eləyib onun yanında qaldın. Mən sizdən ayrılandan sonra çox peşman oldum. Gərək onun sözünə qulaq asmayaydım. Həbs elədilər onu, ha? Qorxma, qutararıq onu. Başa düşdüm. Muaviyyə onu özü ilə apardı. Sən də onu izləyirdin. Ha? Özünü bu şəklə salmışsan ki, Haris'i azad eləyəsən.
Niyə ağlayırsan? Haris'i şehit elediler. Şəhid elədilər. Muaviye emir elədi ki, şehrin merkezi meydanında onun boynunu vursunlar. Bacardığımız qədər tez özümüzü Mədinəyə çatdırıb Həsən İbn Əli ilə danışmalıyıq. Vallahi, əgər icazə versə, Harisin qisasını Muaviyə və tərəfdarlarından alarıq. Bilmirəm niyə görə iştihası yoxdur. Elədir. Mənə elə gəlir ki, əgər əmir tərəfdarlarından ikisinin yemək yemədiyini eşitsə, dərhal onları hüzurundan qovar. Düzdür, çünki onların Həsən İbn Əlinin tərəfinə keçdiyini düşünəcək. Nə demək istəyirsiniz? Demək istəyirik ki, təkcə Həsən İbn Əlinin tərəfdarları həmişə oruç tutub yeməkdən çəkinirlər. Yaxşı olar ağzını yumasan Zilgövşənin oğlu, zarafat vaxtı deyil. Biz ağzımızı yalnız özümüz istəyəndə yumuruq müğeyrə. Bugünün dünənlə çox fərqi var. Bəli. Bugündən bizimlə sizin aranızda heç bir fərq yoxdur. Biz hamımız əmrin müttəfiqləriyik və hər hansımız çox xidmət eləyə bilsək, daha çox hörmət və izzət qazanacağıq. Əminəm ki, əmirin dünənki sözləri sənin yadından çıxmayıb. Düzdür. Biz daha çox xidmət eləməyə qadir olduğumuzdan, ona görə hörmətimiz indi daha artıqdır. Bu axmağa bax, dünənəcən əl-ayağımı öpürdü, bugünsə... Mən heç vaxt sənin əlini öpməmişəm müğeyrə. Biz hamımız əmirin ayağını öpürük. Siz 3 nəfər yaxşısı budur, tez buradan rədd olasınız və bizi tək qoyasınız. Qarşıda bizim mühüm işlərimiz var. Ay həkəmin oğlu, yaxşı olar ki, sən də bizim hörmətimizi saxlayasan. Çünki gec-tez bizə böyük ehtiyac duyacaqsan. Mən heç vaxt sizin kimi əhdini danan türkü sifətlərə möhtac olmaram. Görərik. Sərdar ondan nigarandır ki, birdən əmir onu vəzifədən kənarlaşdırıb, Mədinə hökumətini biz 3 nəfərə tapşıraraq Sərdarı evində otuzdurar. Sən səsini kəs, it balası! Daha gecdir. Yaxşı budur ki, biz gedirik. Evinimiz, biz Müğeyri ilə Mərvanın hərəkətlərindən çox da narahat olmamalıyıq. Mən əminəm ki, onlar tezliklə dedikləri və elədiklərindən çox peşman olacaqlar. Çox narahatam. Halım yaxşı deyil. Vallahi Harisin oğlanları Hərb, Qeys və Səyid əlimi keçsə, dərhal onları məhv eləyərəm. Əlbəttə, əgər əlinə keçsələr. Görün necə də illərlə uğrunda çalışdığım hökuməti bir gecədə əldən verirəm. Mən əminəm. Əminəm ki, əmir indi məni çıxarmaq barədə fikirləşir. Əgər indiyədək fikirləşməyibsə, mütləq fikirləşəcək. İbn Ümeyr, bir dəfə sənə dedim ki, mənimlə zarafat eləmə. Mən zarafat eləmirəm. Tezliklə sözlərimizin mənasını yaxşı başa düşəcəksən. Sabah səhər bu şəhərdə böyük bir dəstə qiyam qaldıraraq, dəhşətli çaxnaşma yaradacaq. Bax, onda əmr artıq səni çıxarmaqda bir an belə şübhə eləməyəcək. Kimdir qiyam eləmək istəyənlər? Bizim dünənki dostlar, bugünkü düşmənlərimiz. Xəvaric?
Kimlərdir? Adları nədir? Onları necə tapa bilərik? Bizim gecənin bu vaxtınacan burada qalmağımızın səbəbi yalnız odur ki, bu xəbəri sizə deyib bir çarə fikirləşək. Amma belə vəziyyətdə yaxşı olar, hökumət işlərini əmrin hakimlərinə tapşıraq və onların işinə qarışmaqdan çəkinək. Gedəyin. Səbr eləyin. Şemir, Əşəs, İbn-i Ümeyr. Əgər dediklərimə görə üzr istəsəm, kifayət eləyər. Bəlkə hə, bəlkə də yox. Nə istəyirsiniz? İstəyirik ki, bundan sonra həmişə hörmətimizi saxlayasan və eyni zamanda Kufanın bütün işlərində bizimlə məsləhətləşəsən və bizsiz heç bir iş görməyəsən. Deməli, öz hakimiyyətimi sizinlə bölüşdürməliyəm. Bəli, düz başa düşdün. Yaxşı, qəbul eləyirəm. Doğrudan da çox sadəlövsən Muğeyrə. Bu tülkü sifətlərə nə tez allanıb təslim oldun? Sən də tezliklə təslim olacaqsan, Sərdar, buna əminəm. İnan ki, sənin vəziyyətin Müğeyrədən də betərdir. Əmir Həsən İbn Əlini öldürməyi sənə tapşırıb. Asan iş deyil. Və mən əminəm ki, bizim köməyimiz olmadan sən bu işin öhdəsindən gələn deyilsən. Bax, onda bizdən kömək diləyəcəksən. Və biz də sənin bütün əməllərinin cavabını verməyə imkan qazanacağıq. Tələsin, tez olun. Açın qapını, açın qapını. Sındır. Tələsin, tez olun. Tələsin. Atları, hər yeri atları. Tutun onları, oymayın qarşısında, tutun. Bırakın beni! Kes sesini! Gel göre! Sakit! İndirmenden ne istiyorsunuz? Bırakın! Her tarafa aktarın! Kes olun, kes olun! Yaxşı, nə oldu? İndiyədək 20 nəfər öldürülüb. Bir neçəsi də tutulub. Qaçanlar da olub. Hə, bəziləri də qaçıb. Qaça bilməzlər. Sabah şəhər qapılarını bağlayıb, bir-bir evləri axtaracaqlar. Siz də yaxşı olar evinizə qayıdıb səfərə hazırlaşasınız. Bir neçə gün şəhərdən kənarda qalıb elə təsəvvür yaradacaq ki, güya biz də təhlükədə olmuşuq. Sonra qayıdıb deyəcək ki, əmir bizim hamımızı bağışladı. Xudahafiz. Drepto! Qaçın buradan. Amınız qaçın. Bizə xəyanət eləyiblər. Amınızı öldürülmək istəyirlər. Qaçın buradan. Qaçın. Kömək eləyin. Bunun cəsədini buradan çıxaraq. Qulluqçu qapını açmazdan qabaq özünü həyəti yetir. Ola bilsin qaçan adamlardan biri olsun.
Sen de gizlen. Tapın görüm gecənin bu vaxtı bizim görüşümüzə kim gələ bilər? Bilirəm. Kufa hakimidir. Bizə təşəkkür eləməyə gəlib. Gəl içəri hakim. Düz tapmışsan, amma Kufa hakimi yox, Mədinə hakimidir. Xoş gəlmisən, Sərdar. Bizim köhnə dostlarımızdan biridir. Müğeyrənin əskərlərindən qaçmışdı. Öz aləmində gəlmişdi bizə xəbər versin. Siz də onu öldürdünüz? Yox, yaralıydı. Özü öldü. Amma lazım gəlsəydi biz də öldürə bilərdik. Biz indi böyük sərdarın fikrinin əksinə olaraq Əmir əl-Möminin Müaviyyət ibn Əbu Süfyanın vəfalı dostlarıyıq. Onun dostları ilə dostuq, düşmənləri ilə də düşmənik. Məni necə? Əmirin dostu sayırsız, yoxsa düşməni? Nə qədər ki, əmir sənə qəzəblənib işdən çıxarmayıb, bizim dostumuzsan. Amma inanmıram bizim bu dostluğumuz elə də uzun çəkə. Deməli, əminsiz ki, mən tezliklə əmirin qəzəbinə tuş gələcəm? Bəli, Həsən İbni Əlini öldürə bilmədiyimə görə? Düzdür. Çünki o cür ki əmir istəyir, Həsən İbni Əlini öldürmək elə də asan deyil. Əmir buyurub ki, Peyğəmbər övladının qətlində sənin adın hallanmamalıdır. məsələn elə eləyə bilərsən ki, kimsə onu oxla vurmağa razı olsun. Ya da İbni Mülcəm kimi birisini tapasan ki, onu mehramda başından vursun. Əmir buyurub ki, yaxşı olar Həsən İbni Əlinin yaxınlarından birini şirinlikləndirəsən ki, bu işi boynuna götürsün. Yəni Sərdar onun yaxınlarından bu işi boyuna götürəcək bir şəxs tanıyırmı? Bəlkə Sərdar Qeys ibn Sədi düşünür və istəyir ki, 100.000 dəmək sikkəsi ilə onu bu işə vadar eləsin, hə? Yox, mən əminəm ki, həkəmin oğlu Səid ibn Qeysi nəzərdə tutur. Qeys ibn Bəlkə o Sədi, İranlı nökəri nə idi adı? Hərbi ibn Abdullah. Bəlkə də o qızıl sikkələr və Sərdarın qızlarından biri ilə evlənmək şərti müqabilində buna razı ola. Yaxşı, daha bəsdir. İndi mənə deyin görün bu müsibətdən necə xilas olum? Bu bir müsibətdir ki, onunla Sərdar üzləşib. Biz yox, deməli çarəsini də özü tapmalıdır. Yaxşı, nə istəyirsiz? 250 min nərd alırıq, digər 250 mini də işin axırında. 500 min? Böyük məbləğdir, düzdür. Mənim fikrimcə, əgər Sərdar Əmir əl-Möminə desə ki, bu işin öhdəsindən gəlmir, bunun xərci daha az olar. Lap yaxşı. Amma əvvəl deyin görün bu işi necə görəcəksiniz? Yox, Biz belə iş görmürük. Evi yox, deyərik. Bizim planımız yalnız öz əlimizlə həyata keçə bilər və Sərdar tək başına onun öhdəsindən gələ bilməz. güman eləyirəm məsuliyyətin ağırlığı və işlərin çoxluğu səbəb olub ki, Sərdar qızım Cədənin Həsən İbn Əlinin evində olduğunu unutsun. Düz deyirsiz. Yadımdan çıxmışdı. Bəs o bu işi görməyi boynuna götürər? Əlbəttə ki, götürməz. O, Həsən İbn Əlini çox istəyir və eyni zamanda ona qəlbən çox inanır. Deməli ona da ümidi yoxdur. Amma atası bacarar. O qızına görə Həsən İbni Əlinin evinə get-gəl eləyir. Və münasib bir fürsətdə onu bu işə razı sala bilər. Mən də ona kömək eləyərəm. Cədə mənim gözümün qabağında böyüyüb. Məni öz əmisi sayır. Siz Həsən İbni Əli ilə hesablaşa bilməzsiniz. Onunla hesablaşmaq lazım deyil. Biraz evində qalsaq, mütləq münasib fürsət əldə eləyərik. Qızın sənə inanır? Bəli. Bəs səncə Əba Məhəmmədin evindəki xəbərləri bizə kim çatdırırdı? Übeydullah İbn Abbasın təslim olmasını bizə kim xəbər verdi?
Yaxşı. Sizinlə razıyam. Mən sabah gün çıxanda Mədiniyə tərəf yola düşəcəyəm. Siz də. Biz də bir neçə günə sənə qoşulacağıq. Sərdar, söhbətimiz hələ qutarmayıb. Biz işə o vaxt başlayarıq ki, 250 min öz gözümüzlə görək. Görəcəksiniz. Mədiniyə çatan kimi görəcəksiniz. Gəlin. Hərb. Biz burada ayrılmalıyıq. Gərək ehtiyatımızı tutaq. Şəhər darvazasından bir yerdə keçməməliyik. Mən Mədiniyə ayaq basmaram. Ağılsız danışma Hərb. Biz gərək Həsən İbn Əlinin yanına gedib baş verənlərdən onu xəbərdar eləyək. Şübhəsiz Səid Həsən İbn Əlini Muaviyyənin sözlərindən xəbərdar eləyib. Və o da indiyədək lazımi göstərişlər verib. Düzdür. Amma Həsən İbn Əli Harisin şəhid olduğunu bilmir. Harisin onun yanında xüsusi hörmət və ehtiramı var idi. Aman Allah. Hələ oğlanları. Axı mən atalarının ölüm xəbərini onlara necə deyəcəm? Onlar atalarını mənə tapşırmışdılar. Allaha and olsun ki, Muaviyyə əzizlərinə bizdən daha çox yas saxlayacaq. Əminəm ki, Harisin namərcəsinə öldürülməsi xəbərini Həsən İbn Əli eşitdikdə, o bizə qisas almağa icazə verəcək. Bax, onda Əbu Süfyanın oğlu və tərəfdarları arzu eləyəcəklər ki, kaş heç dünyaya gəlməzdilər. Gedək. Mən getmirəm. Hərb. Hərb. O təpənin arxasında kimsə gizlənib. Kölgəsini gördüm. Gəl. Əhməd, Danış Hərb, gözləyirik. nəyi gözləyirsiniz? Danış. Biz hər şeyi bilirik. Bilirsiniz? Bəli, bilirik. Biz hər şeyi bilirik. Yox. Bilmirsiniz. Əgər bilsəydiniz, Mövlamız Həsən İbn Əli hər şeyi bizə danışıb. Həsən İbn Əli, Bəli. o sizə nə danışıb ki? Atamızın Küfə meydanında boynunun necə vurulduğunu bizə dedi. Dedi ki, sən də oradaydın və şəhid olduğunu gördün. Dedi ki, atamız bir anda olsun qəlbində şübhə eləmədi və mərdliklə boynunu qılıncın altına qoydu. Demədi ki, ona kim xəbər verib? Yox, təkcə onu dedi ki, hərbi müqəssir bilməyin. Dedi ki, o əlindən gələn elədi. Dedi ki, sən son anadək onun yanında qalıb onu tərk eləməyə razı olmamısan. Dedi ki, cəllad qılıncı vurarkən hərb onun bir addımlığında dayanıb ağlayırdı. Bu məsələni mən və Qeysdən başqa heç kim bilmirdi. O hardan xəbər tutub? Vallahi əgər Həsən İbn Əli sənin günahsız olduğunu bizə deməsəydi, dərhal sən canını alardım. Məhəmməd! Biz Əba Məhəmməddən sizin üçün bir xəbər gətirmişik. Xəbər? İmam buyurdu ki, hələlik Mədiniyə gəlməyin və mağaraya gedin. Buyurdu, Qeyslə hərbə deyin ki, heç nə eləməsinlər. Əgər nəsə fikirləri varsa, ondan əl çəksinlər. Və buyurdu, mən Muaviyyə ilə bağladığım əhdin üstündə dururam.
Xudafiz hərb. Qapıçı! Qapıçı! Qapını açın! Tez olun! Nə olub? Qapı bağlıdır. Açın! Hakimdən məktubumuz var. Gəlin. Açın. Götür! Buyurun. Bağlayın. Dayanın! Bura bax. Həsən İbn Əlinin evi oradadır. Bir-birimizdən ayrılaq. Mən Darul Hökumətə gedirəm. Gərək ehtiyatlı olaq. Bizi birlikdə görməməzlər. Yalnız gecələr görüşəcəyik. Xudafiz. Xudafiz. Gedək. Buyur ki. Şübhəli idilər. Yox, məyər görmədin? Necə rahat qapını döyüb içəri keçdilər. Əba Məhəmmədin evinə gedib gələn çoxdur. Amma qeyd etdi ki, biz ehtiyatlı olmalıyıq. Mərvanın hiləsindən ehtiyatlı olmalıyıq. Adamların get-gəlindən yox. Gəl, gedək dincələk. Mənə dedilər ki, siz atamdan xəbər gətirmisiniz. İbn Ümeyr? Ata! Yavaş danış. Bizim bu evdə olmağımızı heç kim bilməməli deyil. Sizi güdürlər. Bəli. Əgər məni və İbn Ümeyri tutsalar, dərhal həlak eləyərlər. Deyirlər Muaviyə xəvaricin öldürülməsini əmr eləyib. Biz daha xəvaricdən deyilik. İndi bizi sənə görə öldürmək istəyirlər. Mənə görə? Hə, sənə görə. Əslində Əba Məhəmmədə görə. Həsən İbn Əli ilə hər hansı əlaqəsi olanların canı təhlükədədir. Axı Həsən İbn Əli ki, hakimiyyəti Muaviyəyə verib, özü bu işlərdən tamamilə uzaqlaşıb. Bilmirəm. Düzdür. Amma neynəmək olar? Muaviyə onun varlığından daim bəhşətdədir. Cədə, qızım, bura etibarlı yerdir. Bizim sözlərimizə qulaq asan olmaz ki. Yox ata, arxayın ol. Səncə Həsən İbn Əli bizə sığınacaq verə bilər? Axı siz deyirsiniz Əba Məhəmmədin öz həyatı təhlükədədir. Bəs necə olur? Elədir. Amma bura hələ ki bizim üçün etibarlı yerdir. Çünki burada olmağımızdan heç kimin xəbəri yoxdur.
Bundan əlavə, Mərvan elə adam deyil ki, Peyğəmbər balasının evinə girməyə cürət edib, ona toxunsun. Siz bu gecəni burada dincəlin. Mən də Əba Məhəmmədlə danışıb sizə sığınacaq verməsini istərəm. İnanmıram ki, etiraz eləsin. Ata, Şimr ibn Zilcövşən hanı? Niyə sizinlə deyil? Siz həmişə birlikdə olurdunuz axı. Allah ona lənət eləsin. Bütün bu fitnə fəsadların səbəbkarı odur. Hamımıza xəyanət eləyib, bizi Müaviyyəyə satan elə odur. Deyirlər neçə gündür artıq o bu şəhərdədir. Eşitməmişəm. Ehtiyatlı ol qızım, ehtiyatlı ol. Bizim burada olmağımız haqda Həsən İbn Əlidən başqa heç kimlə danışma. Dərindən fikirləşəndə görürəm ki, həqiqətən də Zilcövşənin oğlu bizə qarşı da hiylə işlədir. Özü Mərvanın sarayını seçir, bizi isə bu evə göndərir. Şübhəsiz ki, qənimətlərin bölgüsündə də bərabər pay istəyəcək. Sən qorx ki, hamısını özünə götürməsin. Gəldilər. O iki qocuya bax. Hoş آمدی hoş. Hoş آمدی. Sənədi. Muaviyə fəryad çəkib səsini göyə ucaltdı. Dedi, Həsən İbn Əli ilə bağladığım o əhdnaməni artıq ayaqlarım altına atıram. Dedi ki, bugündən etibarən kişiyi itayətsizliyə belə dözməyəcəyəm. Sonra Büsür İbni Ərtadı göstərib, onu Bəsrə hakimi kimi tanıtdı. Elə o vaxtdan da cəmaatın qırğını başladı. Məyər Büsür sağdır? Hə, sağdır. Deyirlər Həsən İbni Əlinin tərəfdarlarından biri ona güclü zərbə indirib. Amma təəssüf ki, elə sağ qalıb. İt kimi 7 canı var. O zərbəni hərb ona vurub. Mömin, Allah köməyin olsun. Kaş biraz möhkəm vurub cəmaatı bu itin şərrindən qutaraydın. Vallahi çox möhkəm zərbə indirmişdim. İndi necə sağ qalıbsa Allah bilir. Büsür və şehit kimi cəmaatın arasına girib, meyidlərdən təpə yaratdı. Elə bir ev yox idi ki, oradan şivən səsi göyə ucalmasın. Yalnız bu yaralı cəmaat bir təhər qaçıb canını qurtara bilib. Çöllü biyabanda vara qalmışdılar, heç kimləri yox idi. Mən vədi fikirləşdik ki, çöllüdə onları tək qoyub getmək olmaz. Yaxşısı budur, onları bura gətirib,
bir təhər bura yaxın kəndlərdə yerləşdirək. İndi siz nə etmək istəyirsiniz? Döyüşmək istəyirik. Axıdılmış qanların qisasını almaq istəyirik. Mənim 2 övladımı öldürüblər. Onlardan 10 nəfər öldürməsəm rahat olmaram. Dayanın. Doğrudur. Biz hamımız Əba Məhəmmədin şeyləriyik və onun əmrinə tabeyik. Həsən İbni Əli Muaviyə ilə bağladığı əhdin üstündə durur və bizlərdən heç kimə onu pozmağa icazə vermir. Hansı əhd? Muaviyə cəmaatın qabağında açıq-aşkar dedi ki, əhdnaməyə əməl eləməyəcək. Məyər özünüz küfədə deyildiniz? Eşitmədiniz o nə dedi? Biz oradaydıq və eşitdik. Eşitdiyimizi də Həsən İbni Əliyə danışdıq. O buyurdu ki, Muaviyyə ilə bizim yollarımız ayrıdır. Biz əhdimizi danmarıq. Həsən İbni Əli o əhdnaməyə öz möhrünü vuranda bilirdi ki, Əbu Süfyanın oğlu əhdi pozacaq. Amma bu işdə Peyğəmbər balasının əlində səbəblər var və o səbəblər hələ də qüvvədədir. Bəli, onun birbaşa əmri budur ki, səbr eləməliyik. Nə vaxtacan? Nə vaxtacan lazım olsa. Bəs biz neyniyək? Əgər Əbu Məhəmmədin şiyəsinizsə itaətdən başqa çarəniz yoxdur. Əgər deyilsinizsə. Bəs siz burada neynirsiniz? Biz elə bilirdik ki, siz qüvvə toplayıb Muaviyyənin valiləri ilə döyüşmək istəyirsiniz. Yox, səhv eləmişsiniz. Bura yalnız qaçqınların, kimsəsizlərin və məzlumların sığınacağıdır. Biz də çalışırıq ki, imkanımız daxilində onların dərdinə çarə qılaq. Vəssalam. Əlbəttə, əgər Allah istəsə və nə vaxtsa bu Məhəmməd əmr versə, onda öz vəzifəmizə başqa cür əməl eləyəcəyik. İndi isə qalxın və gedin. Filmin sonu. Film Təkamül Tərcümə Mərkəzində tərcümə olunub. Filmi tərcümə edənlər: Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev. Film 2007-ci ildə AGP Production-in nəzdindəki səs yazma studiyasında dublyaj olunub. Dublyajın rejissoru Vüqar Camalzadə, Mahir İbrahimov, səs rejissoru Eldar Məmmədov, redaktor Kamran Nəcəfov. Dublyajda iştirak edirlər: Rasim Balayev, İlham Əskərov, Hacı İsmailov, Səidə Quriyeva, Almaz Amalova, Pərviz Bağırov, Məzahir Cəlilov, Kazım Abdullayev, Rəşid Səməndər, Sabir Məmmədov, Rafiq İbrahimov, Qədir Hüseyin İsmailov, Vüsal Murtuzəliyev, Samir Qulamov, Sərdar Rüstəmov, Mahir Birişli, Ramil Zeynalov və başqaları.